Salam əziz dostlar, yenə mən Şirin xanım. Bugünkü Şirin söhbət rubrikasının qonağı MHM Abituriyent şöbəsinin ingilis dili müəllimi Turanə Paşayevadır. Salam gənclər, salam Şirin xanım. Xoşdur təkrar Şirin söhbət rubrikasında səninlə birlikdə olmaq. Mənim üçün də təkrar xoşdur sizi yenidən burada görmək. Təşəkkür edirəm. Gəldiyiniz üçün ilk öncə minnətdarlığımı bildirirəm. Necəsiniz? İlk öncə onu soruşum. Yaxşı, 11-ci və məzunları artıq imtahana yola saldıq. İmtahanlarını uğurla keçdilər. Hal-hazırda köklənmişik. 9-cu sinif imtahanlarını belə deyim, son gücümüzlə, var gücümüzlə işləyirik. İnşallah həmin imtahanlardan da ən azı 11 və məzunlarımız qədər uğurlu nəticələrimiz olar. İnşallah. Məhz elə bugünkü, belə deyim ki, rubrikamızın, buraxılışımızın da mövzusu 9-cu siniflər üzrə olacaq. Buraxılış imtahanlarında bilirsiniz ki, artıq bir neçə günə bir buraxılış imtahanı, ilk buraxılış imtahanı olacaq və aprel ayının demək ki, son həftələrinə qədər davam edəcək. 3 mərhələli şəkildə olur 9-cu sinif buraxılışı. Bu barədə danışaq. İngilis dilində bildiyiniz kimi bu ildən yeniliklər oldu. 9-cu siniflərdə short text oldu. Short textlər oldu, story oldu. Bəli. Onlar barədə danışaq. Çünki bu 9-cu siniflərin ilk imtahanıdır. 11-lər artıq 9-da veriblər imtahan. Bəli. Onlar üçün həyəcan demək olar ki, biraz daha nisbətən azdır. Bəli, tamamilə haqlısınız. Amma 9-lar üçün bu ilk imtahandır. Onlara məsləhətləriniz, tövsiyələriniz nələr olacaq? Öncəliklə bunu deyim ki, 9-cu siniflərdə hələ sanki belə deyim, uşaq aləmindədirlər. Hələ tam o aləmdən ayrılmayıblar. Lakin bu imtahan mən əminliklə deyə bilərəm ki, onlarda çox gözəl, sağlam bir məsuliyyət formalaşdıracaq. Düzdür, məsuliyyətli uşaqlar var. Amma bu imtahandan sonra imtahanın nə olduğu, saat çərçivəsində işləməyi, məhz onlar bu imtahanda öyrənəcəklər. İngilis dilindən bağlı mən şagirdlərimə də mütəmadi şəkildə məsləhətlər verirəm və yenə də hazıram. Bu il 9-cu sinif imtahanının imtahan modeli tamamilə dəyişdi ingilis dilində, yeniləndi və bu ilk ildir ki, tətbiq olunacaq. Əvvəlki illərdə 30 sualdan ibarət test yazırdılarsa, bu il artıq 25 və 26-cı sualda da story yazırlar. Çox çətinlik çəkirlər, story-ni necə yazaq? Əslində çətin deyil, il boyunca hazırlaşıblarsa, yazı qabiliyyətləri varsa, bu sualın da öhdəsindən gələ biləcəklər. Məsləhətim, mütləq şəkildə diqqətli olmaq, tələsməmək, analiz edə-edə sualları işləmək, nə qədər ki vaxt var, söz bazasını artırmaq, bol-bol lüğət öyrənmək, sinonimlər öyrənmək, ümumiyyətlə sinonim çox vacibdir. İstər 11 üçün, istər 9 üçün sualların əksəriyyəti elə bunun üzərində qurulubdur. Sonra vaxt bölgüsünə diqqət eləsinlər. Məsəl üçün, başları qarışıb çətin sualların üzərində çox işləyib, bir də baxacaqlar ki, vaxt bitib və Azərbaycan dilinə ingiliscə vaxt ayıra bilməyiblər. Bu şeyləri özlərində bölsünlər, ümumiyyətlə vaxtı idarə etməyi bacarsınlar. Mən düşünürəm ki, bu istiqamətdə gedərlərsə, uğurlu da olacaqlar. Short textlər barədə bir şey deyim. Onlara dəstək məqsədilə çox gözəl bir dərs çəkmişəm. Bizim kanalda o dərslə tanış ola bilərlər. Short textə xüsusi diqqət etsinlər. Çünki dilə asan gəlir short text. Amma əslində short text asan deyil. Çox bir-birinə yaxın cavablar verilir. 35 sözdən ibarət olmalıdır. O storydir, bəli. Storydir və o da əslində çətin deyil. 5 cümlə, 7 üzvlü 5 cümlə yazsalar limiti keçmiş olurlar və normal balı da almış olurlar. O barədə də video çəkmişəm. Gözünüz kanalımızda olsun. Məncə ən faydalı videolar elə bizim kanaldadır. Bəli, bildirişlərə aktiv edin əziz dostlar. Mənim deyəcəklərim bu qədər. İnşallah müsbət geri dönüşləri gözləyirəm 9-lardan. Bəli, əziz dostlar, bugünkü qonağımız Turanə Paşayev oldu. Düşünürəm ki, sizin üçün həm faydalı, həm yararlı məlumatlar verdi Turanə müəllimə. Minnətdarlığımı bildirirəm. Mən təşəkkür edirəm. Bu kimi videoları izləmək və faydalanmaq istəyirsinizsə, bizi kanaldan izləməyi unutmayın.